Bu günlərdə tez-tez sosial mediada bu kimi cümlələrlə qarşılaşıram. Mən dərdlərimi ChatGPT ilə bölüşürəm. Kimləsə danışmaqdansa elə ChatGPT ilə danışaram da. Süni intellekt ən yaxşı psixoloqdur və bunun kimi bir çox ifadələr. İnsanlar artıq öz problemlərini, psixoloji durumlarındakı narahatlıqları, gündəlik həyatdakı çətinliklərini süni intellekt vasitələri ilə bölüşürlər. Süni intellektin, xüsusilə də ChatGPT-nin həyatımıza girməsi ilə bərabər cəmiyyətin yaşam tərzi gözə çarpacaq dərəcədə dəyişib. Bu təkcə psixologiya sferasında deyil, yaşamın bütün hissələrinə yavaş-yavaş inteqrasiya etməyə başlayıb. Süni intellekt tərəfindən dırnaq içində başa düşüldüyünü və qəbul edildiyini düşünənlər problemlərini onunla bölüşməyə davam edib, bunu bir terapiya prosesinə bənzədir. O zaman gəlin baxaq, ChatGPT doğrudan da ən yaxşı psixoloqdurmu? Hər kəsə salam. Mən psixoloq, psixoterapevt Bikə Cəbrayılova. Bu podkastləri qeyd etməkdə hədəfim hər kəsin psixologiyanı anlaması, səssiz qalan düşüncələrinə səs olmaq, ad qoya bilmədiyi hisslərinə ad qoymağa yardım etməkdir. Elə isə gəlin başlayaq. Düşünürəm ki, artıq burada məni dinləyən şəxslərin böyük bir qismi ən azı bir dəfə ChatGPT-dən istifadə edib. Süni intellekt vasitələri həyatımızı nə qədər asanlaşdırırmış kimi görünsə də, əslində beyin funksiyalarımızı zəiflətdiyi araşdırılıb və təsdiqlənib. Artıq insanlar araşdırmaq əvəzinə sadəcə sual verib cavab almağı seçir. Bu, eynən hər şeyi bir müəllimdən soruşmağa bənzəyir. Hal-hazırda hər şeyi müəllimdən soruşub, elə onun dediyi kimi tətbiq edən tələbələrə bənzəyirik. Araşdırma bacarığı isə yavaş-yavaş sıradan çıxır. İnsanlar ən qısa zamanda nə edə biləcəklərinə o qədər fokuslanıblar ki, artıq özünü inkişaf üçün nələr edə biləcəklərini düşünmürlər. Bunu eynilə öz psixoloji sağlamlıqlarına da tətbiq etməyə başlayanlar var. Süni intellektlə danışarkən bir çox insan özünü başa düşülmüş hiss edir. Bəs bu reallıqdır, yoxsa çox yaxşı bir təqliddir? Biraz fəlsəfi yanaşsaq, anlamaq nədir? Bir emosiyanı bilmək, yoxsa onun içində baş verənləri anlamaq? Süni intellekt, yəni elə ChatGPT də bu sualın tam ortasındadır. Danışır, cavab verir, hətta yansıtma edir. Hansı ki, bu terapevtik alyansın qurulmasında vacibdir və bizi bizə çox yaxşı ifadə edir. Amma doğrudan da anlayırmı? Yoxsa sadəcə anlayırmış kimi mi göstərir? Bu barədə araşdırma apararkən Thomas Nagel'in bir sualı ilə qarşılaşdım. Yarası olmaq necə bir şeydir? Biz həqiqətən yarasanın dünyasını, şüurluluq səviyyəsini başa düşə bilərikmi? Eyni formada süni intellektin bizə verdiyi cavablar içimizdə bir şeylərə toxunsa da, bizi tamamilə anlaması mümkün deyil. Çünki ChatGPT-nin nə hər hansı bir mənliyi, nə də şüuru yoxdur. Hiss etdikləri, keçmişi və gələcəyi yoxdur. Əsas sual isə burada yaranır. Biz doğrudan da anlaşılmaq istəyirik, yoxsa anlaşılmış kimi hiss etmək bizə bəs edir? Süni intellektin bizlərə dəstək olduğu bir reallıqdır. Hətta psixoloji sferada da. Bəs dəstək hər zaman kömək olurmu? ChatGPT və onun kimi süni intellekt vasitələri istifadə edən şəxsi məmnun etməyə fokuslanıb. Belə ki, süni intellektin əsas funksiyası sorğulamaq deyil, şərtsiz qəbul və dəstəkləməkdir. Lakin təəssüf ki, hər problem şərtsiz qəbul ilə həll olunmur.
Bayaq qeyd etdiyim yansıtma terapiya üçün, terapevtik alyansın qurulması üçün doğrudan da vacibdir. Lakin bu, terapiyanın çox kiçik bir hissəsidir. Kiminləsə danışmaq, anlaşılmaq hər birimizin ehtiyacı olan şeylərdir. Və ChatGPT bunu bizə doğrudan da verə bilir. Bəs ehtiyacımız olan və verə bilmədikləri nələrdir? Terapiya bir səyahətdir. Psixoloq ilə çıxdığımız bu yolda zamanla güvən yaranır və öz düşüncə və emosiyalarımızı, reaksiyalarımızı psixoloq ilə bölüşür və bunlar üzərinə dərinləşirik. Bəzən psixoloji müdafiə mexanizmlərimizi başa düşmək, bəzən təməl inanclarımızın həyatımıza necə təsir etdiyinin fərqinə varmaq, bəzən də özümüzü yenidən yaratmaq həmin terapiya müddətində baş verir. Terapiya sadəcə nə hiss etdiyimizə deyil, həm də niyə belə hiss etdiyimizə fokuslanır. Qısacası, dəstək bizə soyuq olduqda daha qalın bir üst geyimi verir. Terapiya isə soyuğun səbəbini sorğulayır. Onun içəri haradan daxil olduğunu axtarır və həmin boşluğu təmir etməyi öyrədir. Hansı ki, gələn dəfə bu soyuqla qarşılaşdıqda artıq nələr etməli olduğumuzu bilirik. Bəs siz bir insanın sizə başa düşdüyünü necə anlayırsınız? Bu sadəcə həmin şəxsin və ya süni intellektin qurduğu cümlələrdənmi başa düşülür? Yoxsa bu bəzən emosional yaddaş, empatiya göstərilməsi və hətta səssizlikdirmi? Bəlkə də ən böyük fərqi burada görə bilirik. İnsan ilə süni intellekt arasındakı əsas fərqlər: empatiya, öngörmə və dərinləşmə. ChatGPT sözləri ard-arda qoyub onları mükəmməl bir formada yenidən quraraq emosiyanı yansıda bilir. Lakin empatiya bir emosiyanı anlamaqdır. Hansı ki, terapiyada əsas olan danışanın emosiyalarını anlamaq üçün məsələyə onun gözündən baxmağı bacarmaqla bərabər yenidən psixoloq kimliyində çıxış edərək cavab verə bilməkdir. Öngörmə isə bəzən deyilməyənləri, səssizliklərin və bəlkə də üstü örtülmüş şəkildə deyilənlərin nə olduğunu düşünməkdir. Bəzən bir gülümsəmə, bəzən bir baxış və ya bir anlıq tərəddüdün nə olduğunu anlamağa çalışmaq. Həmçinin səssizliklər. Bəzən terapiya zamanı yaranan səssizliyi saxlamaq, sükutun danışmasına icazə vermək sağalmağın bir parçasıdır. ChatGPT ilə isə bunları əldə etmək mümkün deyil. Çünki o hiss etmir. Sadəcə hesablayır. Onun gözü yoxdur. Bizim gülümsəmələrimizi, tərəddüdlərimizi və səssizliklərimizi görə bilmir. Bütün bunları nəzərə aldıqda anlayırıq ki, süni intellekt heç də düşündüyümüz kimi terapiya seansı deyil. Sadəcə bizim fikirlərimizi dəstəkləyərək bizi daha yaxşı hiss etdirən bir vasitədir. Terapiya isə heç də hər zaman yaxşı hiss etdirən bir yer olmur. Bəzən burada ağlayır, çox şeyi sorğuluyur və bəlkə də mənfi emosiyalar yaşayırıq. Lakin unutmamaq lazımdır ki, bunların hər biri sağalmanın addımlarıdır. İltihablı dişi sadəcə ağrı-kəsici içərək sağaltmaq mümkün deyil. Ola bilər ki, bu dişi müalicə etmək müəyyən ağrılar gətirəcək. Amma bu proses zamanı dişimiz sağalacaq. Və biz eyni situasiyalarla qarşılaşdıqda nələr etməli olduğumuzu, hətta diş ağrılarını azaltmağın yollarını öyrənəcəyik. Sonda isə demək istəyirəm ki, bu dediklərimin dişlərlə o qədər də əlaqəsi yoxdur. Sevgi ilə qalın.